Birisi süzü getirin salın yumruğu altına vurun. Özüdür kül altında yatan köz. Atış üçün lap güclü əbzar bizim üzbəyüzümüzdə dayanıbdı. Kim? O tüpürcü atanı deyirsən? Tüh. Geç o yana mənə dihdə demə. Yox baba, yanardağı deyirəm. O bizim dəmir qapandaşlarımızı göyə atar. Fəqət gərək 30 üstü çıxan yerlərə bir az sokaq bağlayaq. Bu dəlillikdir. Sən məntiq ustadsan? Baş bu söz mantığı da deyil. Pişikdən əmələ gəlmiş pişik qaş qapızda oynamaya atıl, gözün girməsin parmağıma. Miyav 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 miyav. Gördün? Güzlü fişər inficar yanadar pişin bala örgəş. Doğrudan sən öz adımı ustad qoymuşsan. Gərək hamımız yığaq tökək dağın içinə bu bulurları. Nə? Görənməzsiniz. Mən bulurlarımı sizə vermərəm. Bunların ancaq ev eşik tikəcəm. Deməliyəm ki, bulurlar təkcə sənin deyil. Sən danışma palta. Bulurlar göydən gəlib, indi də vaxtını qaysın öz yerinə. Gitməsin. Qaydacaq, gözün də çıxacaq. Dəyişim rahat deyil, amma yaşayışın bir bölümüdür. Dəyişikliyi özümüzdən başlamalıyıq. İstəsən, istər, istəmsən, istəmə. İstəmirəm. Qulaq asdaq səsisi, bilis görmə vuram əlifi cilif oxuyasan. Ya bizimlə bir ol, ya da dur uzaqdan bax bizə. Verməyək gölüm oynayın. Əlinizdə su olsa qoyun yerə və bulurları alın əlinizə. Beybuxunuzdan da göz olun. Tez yazın. Dünyanı qurtaran tim qulağız məndə olsun. Birinci, tüstü çıxan yerləri bastırıb dağın iç fişarını çoxaldın. Tüstüm üstünə çıxmasın ha, süssə iyisi çıxar, Fatihəmiz oxunar. İkinci iş, yekə və böyük məqnatisi bulurları dağa sarı aparın. Gərək o qədər uca atılsınlar ki, eləyə bilsinlər göy daşının yolundan eləsinlər.